Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və salatu və salamu alə Rasulina Muhammedin və alə alihi və sahbihi ecmain. Dəyərli dostlar, Bəqərə surəsinin təfsirlə davam edərkən 94-104-cü ayələrə diqqət edək. Allah Azze və Cəl 94-cü ayədə belə buyurur. Bismillah. Qul in kənət ləkumud darul axiratu indallahi xalisətən min dunin nas fətəmənnəvul mevte in kuntum sadiqin. Sadaqallahul azim. Ey Resulüm, sən onlara, Yahudilərə de, əgər sizin iddianıza görə Allah yanında axirət evi, cənnət başqa insanlara deyil, ancaq sizə məxsusdursa və əgər siz bunu doğru deyirsinizsə, onda Allahdan ölüm istəyin. Çünki cənnətin ancaq özünə aid olduğunu iddia edən kimsə, ona qovuşmağa səbəb olan ölümü mütləq arzulayar. Ey Resulüm, əgər Yahudilər cənnət ancaq özlərinə məxsusdur iddia edərsə, onda Allaha olan yaxınlıqları ilə ölümü arzulasınlar. Çünki bu fani dünyadan xilas olmaq ölümlə yenidən əbədi həyata başlamaqla mümkündür. Çünki bu fani dünyadan xilas olmaq ölümlə yenidən əbədi həyata başlamaqla mümkündür. Bu iddia bütün millət və məzhəblərin tək doğru olmaq, nicət tapmış firqə kimi özlərini tanıtmaları ilə də ortaya çıxmışdır. Eyni psixologiyanın fərqli şəkildə təzahür etməsi bu düşüncənin davamıdır. 95-ci ayət-i kərimədə وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللّٰهُ عَلِيمٌ بِالظَّالِمِينَ Sadaqallahul azim. Əlbəttə, onlar öz əməlləri bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalimları tanıyandır. İnsan övladı fani dünyadan əbədi həyata köçmək üçün ölümü arzulaması çox çətin, hətta imkansızdır. Böyük iddiaların böyük bədəlləri qurbanları olduğu kimi Allaha olan yaxınlığı dilə gətirmək, onun yolunda canından, malından, varlığından keçmək, hər şeyini fəda etməklə ancaq mümkündür. Nəfslərini alladan, özlərinə zülm edən zalimları, dediklərinə, özlərinə inanmayanları Allah tanıyar, bilər. 96-cı ayət-i kərimədə وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى الْحَيَاةِ وَمِنَ الَّذِينَ أَشْرَكُوا يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ Vallahu bəsirun bimə ya'malun. Sadaqallahul azim. Ayət-i kərimədə sən onları, Yahudiləri bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, 1000 il yaşasın. Halbuki uzun ömür yaşamaq onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir. Hər kəs nəsib etdiyini qazanmaq üçün hər iki dünyada bütün imkanlarını səfərbər edər. Sən Yahudilər müşriklərdən də yaşamağa daha hərisini görərsən. Onların hər biri 1000 ildə yaşamaq istər. Halbuki uzun ömürlük, gözəl əməllərlə mükafatı artırdığı kimi, yersiz inad, zülm və küfrlə keçən ömrün əzabını daha da artırar. Halbuki uzun ömürlük, gözəl əməllərlə mükafatı artırdığı kimi, yersiz inad, zülm və küfrlə keçən ömrün əzabını daha da artırar. Allah onların hər birinin etdiyindən, düşündüyündən xəbərdardır. 97-ci ayət-i kərimədə قُلْ مَنْ كَانَ عَدُوًّا لِجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللَّهِ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ Sadaqallahul azim. Ey Resulüm, Cəbrailə düşmən olan kimsəyə de ki, onu Quranı özündən əvvəlkiləri, Tövratı və İncili dəstəkləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir. Ey Resulüm, sənin özlərindən deyil, onlara görə geri qalmış ərəblərdən olması həm sənə vəhiy gətirən vəhiy mələyinə düşmənçilik etmələrinə səbəb oldu. Halbuki həm özlərinə göndərilən peyğəmbərlərə də ilahi vəhiy gətirən ancaq vəhiy mələyi idi. Allahın istədiyi millətdən, istədiyi millətə peyğəmbər göndərməsi ilahi hikmətlərindəndir. Allahın izni ilə son peyğəmbərə də möminlər üçün hidayət və müjdə nazil olmuşdur. 98-ci ayət-i kərimədə Mən kənə aduvan lillahi və mələkətihi və rusulihi və Cibrilə və Mikələ fə innəllaha aduvun lil kəfirin. Sadaqallahul azim. Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz Allah da belə kafirlərə düşməndir. Kim Allahın peyğəmbərlərinə,
göndərdiklərinə, Cəbrailə, Mikailə və bütün mələklərinə qarşı düşmənçilik edərsə, Allaha qarşı da düşmənçilik etmişdir. Allah da onların yersiz inatları, həsədlə dolu kibirlərinə, sevdikləri və seçdiklərinə qarşı düşmənçiliklərinə görə özlərinə düşmən kəsilmişdir. 99-cu ayət-i kərimədə وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكَ آيَاتٍ بَيِّنَاتٍ وَمَا يَكْفُرُ بِهَا إِلَّا الْفَاسِقُونَ Sadaqallahul-azim. Ey Resulüm, biz sənə ehkam bildirən, halal və haramı ayıran, açıq, aydın dəlillər göndərdik. Onları ancaq fasiqlər inkar edərlər. Ey Resulüm, biz sənə halal və haramlar, aşkar ilahi əmrlər, hikmətlər göndərdik. Halal olan nemətlərimi saymaqla bitməyən, haram olan nemətlərim az sayla dilə gəlməyən saydadır. Haramlarıma meyl etmək, əmrlərimi ayırt edə bilməmək ancaq fasiqlərin işidir. Haramlara meyl etmək, əmrlərimi ayırt edə bilməmək ancaq fasiqlərin işidir. 100-cü ayət-i kərimədə Əvə kulləmə əhədu əhdən nəbəzəhu fəriqun minhum bəl əktəruhum lə yu'minu sadaqallahul-azim. Yahudilər hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadı mı? Onların bəlkə də çoxu Tövrata inanmır. Yahudilər hər dəfə əhd bağladıqları vaxt əhllərinə vəfa göstərməz, israrla inad edərlər. Onların bir çoxu ilahi kitablarını oxuyar, əməl etməz, bəlkə də çoxu iman gətirməzlər. İman etmək, əməllə təsdiq etmək olduğu üçün bilinəni tədbiq etməmək, kitab yüklənmiş eşək misalı bilməmək kimidir. Oxumaq, öyrənmək olsa da iman etmək, Tövratı öyrənib əməl etməklə mümkündür. Bu hal hər din, məzhəb sahibi üçün öz kitabı və peyğəmbəri ilə bağlı həqiqət və hikmətlərə bağlıdır. 101-ci ayət-i kərimədə وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ Sadaqallahul-azim. Allah tərəfindən onlara əllərindəkini, Tövratı təsdiq edən bir peyğəmbər gəldikdə, kitab verilənlərdən, Yahudilərdən bir qismi Tövratda Məhəmməd aleyhisselamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri güya bilmirmiş kimi Allahın kitabını arxa çevirdi. Allahın son peyğəmbəri özündən əvvəlki ilahi kitablarda müjdələndiyi halda, kitab əhli onun bütün əlamətlərini öz övladlarının əlamətləri kimi bilər, amma inatları ilə inkar edərlər. Onlar kinləri, həsədlər ucbatından Allahın dininə, peyğəmbərlərinə, mələklərinə düşmənçilik edərək arxa çevirərlər. Allah da onların bu inadına qarşı dünyada etdiklərini dünyada mükafatlandırmaqla əbədi həyatda onlara arxa çevirər. 102-ci ayət-i kərimədə وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِيلَ هَارُوتَ وَمَارُوتَ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ لَوْ كَانُوا يَعْلَمُونَ Sadaqallahul-azim. Yahudilər Süleymanın səltənətinə, şahlığına dair şeytanların oxuduqlarına, seyir kitablarına uydular. Süleyman bu kitablara uymadığı üçün kafir olmadı. Lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk biz Allah tərəfindən göndərilmiş imtihanıq, sınaq, səngəl, kafir olma deməmiş, heç kəsə sehir öyrətmədilər. Bununla belə Yahudilər yenə də ər-arvad arasında nifaq salan işləri onlardan öyrənirdi. Lakin onlar sehirbazlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar Yahudilər ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən onlar belə şeyləri satın alanların, Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin axirətdə pay olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər. Yahudilər Həzrət Süleymanın səltənətinə aid olan şeytanların oxuduğu və mələklərin saf niyyətlə öyrətdikləri sehirlərə uyaraq kafir oldular. Özləri küfürlərinə Süleymanı da aid etmək, onu da bundan məsul tutmaq istədilər.
Halbuki Süleyman Allah'ın ona öğrettiği hikmet ilmine hareket etti. Babil'de insanlara biz Allah'tan gönderilmiş bir sınavıq. Sehri hidayete değişmeyin. Ama yine de her şeyde ısrar eden Yahudiler Harut ve Marut adlı bu iki melekten insanların arasını ayıran sehri öğrendiler. Şüphesiz sihirbazlar, cadugerler Allah'ın izni olmadan hiç kese xəsarət verə bilməzlər. Sehirden faydalananlar, bunu bir menfaat olarak istifade edenler, ahirette hiçbir paylarının olmadığını çok güzel bilirler. Kaş onlar bu davranışlarıyla ne kadar yaramaz iş gördüklerini anlasaydılar. 103. ayet-i kerimede وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللّٰهِ خَيْرٌ لَوْ كَانُوا يَعْلَمُونَ Sadakallahu azim. Eğer onlar Kur'an'a ve Peygamber'e iman getirip pis emellerden, sehre uymaqdan çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki bunu dərk edəyirlər. Eğer onlara Allah'a, dininə, Peygambərinə və kitablarına əməl gətirərək sehirdən, fitnədən, insanlar arasında nifaq salmaqdan çəkinsəydilər, Allah tərəfindən daha böyük mükafatlara nail olardılar. Kaş ki özləri bunu dərk etsəydi. 104. ayet-i kerimeye gelince ise يَا اَيُّهَا الَّذ۪ينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ Sadakallahu azim. Ey iman getirenler! Ra'ine demeyin. Bu söz Ərəb dilinde bizi koru. Bizde gözün olsun, bize bak, bizi gözle. Bize kaygı ve ihtiram göster manalarında işlendiği halda İbrani dilinde yukarıdaki manalarla yanaşı bize çobanlık et. Bizim çobanımız ey səfih mənalarında da işlədilir. Yahudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edərdilər. Unzurna söyləyin. Allahın hökmünü eşidin. Kafirləri şiddətli əzab gözləyir. Yahudilərin tarix boyu söz oyunu simvollarla fərqli bir üslub tərz nümayiş etdirdiyi məlumdur. Allah Rasuluna salam sözü olan Əs-Sələm kəlməsi yerinə Əs-Sam, ölüm sözünü dilə gətirmələri, Ra'inə, ərəb dilində bizi qoru, bizi nəzərdə saxla söz əvəzinə, İbrani dilindəki ey səfih, bizim çobanımız kəlmələrini istifadə etmələri, işlərində olan kini, küdürəti, dillərində olan zəhərlə ifadə etmənin əlamətidir. Onlar bu sözlərlə həm peyğəmbərlərə, həm mələklərə, həm də Allaha düşmənçilik edərlər. Peyğəmbərlərə istehza etməklə öz əzablarını daha da artırarlar. Allah'tan qorxun və onun hökmünə qulaq asın. Şübhəsiz kafirləri şiddətli əzab gözləyir. Bugün bəhs etdiyimiz ayet-i kəlmələrdən çıxan hikmətlərə gəlincə isə ilk olaraq cənnətin ancaq özünə aid olması, bütün millət və məzhəblərin tək doğru olmaq, nicat tapmış firqə kimi özlərini tanıtmaları ilə ortaya çıxmışdır. Eyni psixologiyanın fərqli şəkildə təzahür etməsi də bu düşüncənin davamıdır. Böyük iddiaların böyük bədəlləri, qurbanları olduğu kimi Allaha olan yaxınlığı dilə gətirmək, onun yolunda canından, malından, varlığından keçmək, hər şeyini fəda etməklə ancaq mümkündür. Bir digər hikmət, hər kəs nəsib etdiyini qazanmaq üçün hər iki dünyada bütün imkanlarını səfərbər edər. Elə isə ey möminlər, əbədi olanı, müvəqqəti olana dəyişməyin. Dünyada ahirətinizi qazanmaq üçün yaşayın. Dördüncü hikmət, Allahın istədiyi millətdən istədiyi millətə Peyğəmbər göndərməsi ancaq və ancaq onun ilahi hikmətlərindəndir. Kim Allahın Peyğəmbərlərinə, göndərdiklərinə və bütün mələklərinə qarşı düşmənçilik edərsə, Allaha qarşı da düşmənçilik etmişdir. Peyğəmbərin dediklərini kinayə ilə ona adi olub olmadığını, ona aid olub olmadığını bilməməklə tənə etmək, dil uzatmaq, müsəlmana yaraşmayan keyfiyyət və sözdə, dindən, özdə, dindən uzaq səmimiyyətdən qaynaqlanır. Peyğəmbərin dediklərini kinayə ilə, ona aid olub olmadığını bilməməklə tənə etmək, dil uzatmaq, müsəlmana yaraşmayan keyfiyyət və sözdə dindən, özdə dindən uzaq səmimiyyətdən qaynaqlanır. Dünyadakı nemətlərimiz müqayisə olunarkən halallar saymaqla bitməyən, haram olan nemətlərim az sayla dilə gəlməyən qədər azdır. İman etmək, əməllə təsdiq etmək olduğu üçün bilinəni tədbiq etməmək, kitab yüklənmiş eşşək misalı bilməmək kimidir. 8-ci hikmət, kitab əhli kin, həsədləri ucbatından Allahın dininə, peyğəmbərlərinə, mələklərinə düşmənçilik edərək arxa çevirərlər. Ey müsəlmanlar, bu niyyətlərinin davamı olan yüzlərlə oyun və düşüncələrinin qurbanı və əsiri olmayın. Oxumaq, öyrənmək,
tədqiq və tətbiq etməkdən çəkinməyin. Sehirdən faydalananlar, bunu bir mənfəət olaraq istifadə edənlər axirətdə heç bir paylarının olmadığını çox gözəl bilirlər. Kaş onlar bu davranışları ilə nə qədər yaramaz iş gördüklərini anlasaydılar. Son hikmət isə Yahudilərin tarix boyu söz oyunu, simvollarla fərqli bir üslub, tərz nümayiş etdirdiyi məlumdur. Onlar bu sözlərlə həm peyğəmbərlərə, həm mələklərə, həm də Allaha düşmənçilik edərlər. Peyğəmbərlərə istehza etməklə öz əzablarını daha da artırarlar. Allahdan qorxun və onun hökmünə qulaq asın. Oyunbazların oyununa gələnlərdən, onların tələsinə düşənlərdən olmayın. Şübhəsiz hər şeyin doğrusu, hər şeyin ən doğrusunu deyən də, bilən də Allahdır.